22 iyun 2026-cı il mağazamız fəaliyyətdədir. Mağazamızın iş saatları ilə bağlı bəzi müştərilər soruşur. Bütün günlər işləyirik, 6 bazar günlərdə daxil olmaqla. Səhər saat 8 tamamına, axşam saat 6 tamamına qədər mağazamız açıq olur. Mağazamızda Rusiya istehsalı Magnitogor zavodunun o davamlı kərpicləri satışdadır. Bu kərpiclərin adi, sadə kərpiclərdən fərqi ondadır ki, çox adam elə fikirləşir ki, kərpic müəyyən bir temperaturda çatlamadı, o davamlı sayılır. Yəni bu kərpiclər onunla bitmir. Bu kərpiclər həm yüksək bir temperatura dözür, 1650 dərəcə istiyə davamlıdır. Yəni bunu təkcə manqal üçün, kamyon üçün deyil, hətta metal ərinti peçləri var ki, böyük zavodlar, müəssisələr olsun, armatur, qonik, belə şeylər istehsal edən zavodlar bu kərpiclərdən alıb istifadə edir. Və bu kərpiclər istini götürdükdən sonra, yəni normal yandıqdan sonra, qızdıqdan sonra istini uzun müddət saxlayır. Amma digər sadə kərpiclər belə deyil. Onlar ola bilsin ki, müəyyən bir temperaturda çatlamasın, amma qızdığı kimi də tez müddətdə də soyur. Ona görə sadə kərpiclərlə təndir tikilə bilməz, kürək peçləri tikilə bilməz. Ən yaxşı halda uzaqbaşı, yəni manqalın içərisində və ya manqalın bacar hissəsində istifadə oluna bilər. O da nə effekt verəcəyini inşallah belə deyə zaman göstərəcək. Amma bu kərpiclər tam sözün necə deyirlər, həqiqi mənasında sınaqdan çıxmış kərpiclərdir. İllər uzunu həm Rusiyada, həm Azərbaycanda tam sınaqdan çıxmış Şabeş markalı kərpiclərdir ki, bunlardan alıb istifadə edə bilərsiniz.